İmam Hüseyin məddisinə gedənlərdən narahat olanlar, İmam Hüseyin üçün ağlayanlardan, sinə vuran üçün narahat olanlar, Kərbalaya gedənlər üçün narahat olanlar, namaz qılan dindar Hacı Kərbalay Məşədini gecə-gündüz pisləyənlər sizə bir sual verdi. Siz doğrudan əgər narahatsınızsa, nə üçün bizim cavanlarımızın arasında gündən-günə artan narkomaniya üçün narahat deyilsiniz? Nə üçün narahat deyilsiniz ki, narkomaniya əvvəl deyərdə kişidir də, üzr istəyirəm ifadə, ola bilər də hərdən nəsə eləmək istəyir. İndi bizdə qadınlar bu işlə məşğuldur. Orta məktəblərimizdə vəziyyət yaxşı deyil. Baxın da qardaş, özümdən deyirəm. Nə üçün Azərbaycanda gündən-günə artan ailələrin dağılması, boşanmadan narahat deyilsiniz? Mən sizə bir məlumat verim, son 1-2 həftənin məlumatıdır. Sizcə Azərbaycanda bu ilin 4 ayı ərzində boşanma nə qədər ola bilər? 1000 bəsdir, 2000 bəsdir, 5000 bəsdir. Rəsmi məlumat deyir ki, bu ilin ilk 4 ayında 6443 boşanma qeydə alınır. Hara gedirik biz? Ailələr dağılır, cavanlarımız məhv olur, narkotika bir yandan. Amma görün Azərbaycanda nəyi test çıxardırlar mediada? Avtobus sürücüsü avtobusda mərsiyə qoyduğunu öyrə, şok olay, saxlanıldı. Sürücünü niyə saxlayıblar? Mərsiyə qoyulmuş. Biz bunları görə gəlmişik.